Bugün də bir başqasının yerini utanırıq, absurd iş elanlarını oxuyacağam və rəy bildirəcəm. Direktor köməkçisi vəzifəsinə ofis proqramlarında yüksək səviyyədə bilən xanım işçi axtarılır. Xanım işçi. Mən bilirəm buradan ya xanım işçi yazılıb, ora indi gələcəm. 2 dəqiqə gözləyin. Rus, İngilis, Azərbaycan dillərini yüksək səviyyədə bilməli. Bu insan assistent olacaq, yoxsa tərcüməçi olacaq? Mənə çox maraqlı. Yaxşı ki, fransız, ispan, italyan da istəməyib bunun üzərində. Ofis proqramlarında, kompüterdə yaxşı işləməyə bacarmalıdır. Çünki bu insanlar kompüterdə işləyə bilmirlər. Ofis proqramları nəzərdə tutulub heç biri yoxdur. Səliqəli, disiplinli olmalıdır. Dress koda uyğun geyinməlidir. Yəni vakasiyanın bəzi hissələri Azərbaycan dilində, bəzi hissələri ingilis dilində yazılır. Rəhbərliyin bütün tapşırıqlarını yerinə yetirməlidir. Faktədə. Xanım işçi bilirsiniz niyə axtarılır? Direktor sizə desə ki, otağa çay gətir, sən durub otağa çay gətirməlisən. Bunu bir oğlan edəcəyini düşünmədikləri üçün xanım burada istəyirlər. Rəhbərliyin bütün tapşırıqları nə olacaqsa, ən azından bunun 70%-i bu vakansiyada yazılmalıdır. Karyera inkişaf imkanı, növbəti addım karyerada pillə nə olacaq? Bunlar məsəl üçün yazılmalıdır. Qrafik full time. İndi full time nə deməkdir? Ola bilər ki, burada 1-ci gündən 5-ci günə nəzərdə tutulsun. Ola bilər ki, 1-ci gün və 6-cı gündə daxil olmağa nəzərdə tutulsun. Biz bunu bilmirik. Əlbəttə fikirləşə bilərik ki, 700 manata əladır. Cəmi 3 dənə bir şey tələb olunur. 3 dənə tələb yazaraq rəhbərliyin sizdən gözlədiklərini yerinə yetirməyi yazaraq sizi manipulyasiya eləyərək zaten iş çox deyil. Sən gəl deyərək savadlı bir kadrı işə götürüb və həmin o insanı 700 manata səhərdən axşama qədər işlədəcəklər. Bu vakansiyada sənə ən çox absurd gələn məqam nə oldu? Rəylərdə yaz və əgər bu formatı bəyəndinsə onu da qeyd et. Daha çox bu formatda videolar çəkin.